Ev temiz olanda bəndir. Bu otağı da havalandırmaq üçün burada böyük bir pəncərə var. Buranı açıram və havalanır. Mən isə bütün hər yeri yığışdırmışam, təmizləmişəm. Adələ, çay sən git butulkanı gətir gəl. Hanı butulkan? Ay sağ ol. Bu yastıqlar burada olanda Adəl üstündən hoppanır və gəlir aşağı deyə hamısını yığıb qoymuşam yuxarı və belə daha rahat çıxır, düşür ora. Belə. Burada təmizdir. Buralar da təmizdir, bu otaq da təmizdir, kuxna da təmizdir. Kuxnanı olsa bu tərəfdən gördünüz. İndi birazdan Adəli yedizdirib yatızdıracağım. Sonra isə işlərimi görəcəm. Burada belə. Buranı da belə təmizlədim. Buradan pəncərəni açmışam ki, buradan bu otaq havalansın. Axşam çimib yatmışam və saçlarımın halı. Güzgününü də silməm lazımdır. Adəli yenə barmaqlayıb. İndi isə istəyirəm ki, burada bilirsiniz ki, mənim makyaj masam var və mən Temudan belə səbətlər almışdım və istəyirəm ki, bu səbətlərə baxım məhsullarımı yığım. Çox gözəl gəliblər bu arada. 3 dənəsini 15 manata almışdım. Bu S ölçüdür. Bu M ölçüdür. Baxın, aralarındakı fərq o saat bilinir boy olaraq. Bu isə L ölçüdür. Belə. Çox gözəl gəliblər. Həqiqətən mən çox bəyəndim və istəyirəm ki, burada mənim baxım məhsullarım var. Onlardan bura yığım. Mənim burada fırçalarım var, amma mən Miniso'dan bir dənə fırça almışdım. Onu da fırça qabımıza yerləşdirək. Yəni bir dənə buranı istəyirəm ki, evdəymişkən orqanizə edək. Və burada da mənə gələn hədiyyələrdən ətirlər var. Bunları da eyni şəkildə bura yerləşdirmək istəyirəm. Ona görə bunu da çıxardıram. Dediyim fırça orqanizeri isə budur. Çox gözəldir. Miniso'dan almışam. Amma sizə bir xəbər verim ki, mən bunu Miniso'dan qızlar 10 manata aldım. Amma bunun eynisini mən keçən dəfə Dekolivdə gördüm. 6.90-a deyəsən. Yəni 7 manata falan. Belə siz əgər bəyənirsinizsə ala bilərsiniz. Bu hissəsində yapışqanı var idi. Soymuşam. Burasını indi siləcəm spritlə. Və bu formada belə açılır. Necə idi? Baxın. Bu formada belə açılır və fırçalarınızı qoyursunuz. Belə tam açılır və bağlanır. Məncə qəşəngdir. Kameram deyəsən yaxşı çəkmirdi. İndi ümid edirəm ki, yaxşı çəkir. Miselar su almışdıq. İstifadə edim, bəyəndim. Bunun tərkibində gül suyu var və yerləşdirəcəm. Amma bilmirəm ki, nəyi necə yerləşdirim bura. Bu baxım məhsulları üçün bu düşünürəm ki, balaca olar. Bunun içinə yerləşdirim hamısını. Miselar su olaraq mən bunu aldım. Rossmanndan indirimdə bunu istifadə edirəm. Mənim burada 2 dənə tonikim var. Desəniz ki, nəyə görə sən bər 2 dənə tonik? Biri Zepress'in, biri isə Naun markasınındır. Çünki Naun markasının içərisində glikolik asid var və glikolik asidi siz əgər üzünüz həssassızsa həftədə bir dəfə təmizləyə bilərsiniz üzünüzü. Yox, həssas deyilsə 2 gündən bir istifadə etmək olar. Baxın, məndə də bu qədər qalır. Amma yenə də mən bunu bəyənirəm. Gördüyünüz kimi nə qədər də istifadə eləmişəm. Amma üzə çox istifadə edib ziyan vurmaq olmaz. Ona görə bunu həftədə 2 ya 3 dəfə istifadə edirəm. Zepress'in mənə göndərdiyi belə bir tonik var idi. Bunu mən çox bəyəndim. Bu isə üzə parlaqlıq verir və tərkibində gördüyünüz kimi glikolik asid, salisilik asid olmadığı üçün gündəlik istifadəyə daha çox uyğundur. Ona görə də bunu da istifadə edirəm. Bu arada bunların təbii ki də belə yox, başlıq hissələri də var. Sadəcə mən elə istifadə etməyi sevmədiyim üçün mənə belə rahatdır deyə o başlıqlarını taxmıram və bu formada belə yerləşdirirəm. Yəni hər gün üzümü bu toniklə silirəm, Zepress'in toniki ilə. Arada qara nöqtələr çıxmasın deyə, sonra yağlılığı götürsün deyə glikolik asidlə silirəm. Bu da belə. Sonra burada mənim baxım məhsullarımdan bu bitdikcə mənim gedib alacağım bir serumdur. Üzə çox gözəl parlaqlıq verir. Bir dənə videomda onu çox net, aydın bir şəkildə göstərmişdim. Bura videosunu qoyaram, baxarsınız. Məsələn, bu Mizon markasınındır. Pulu biraz düzdür, bahadır. Ya orta büdcəli deyək də 40-50 arasıdır. Amma ki, yəni qəpiyinə qədər deyir, haqq edir. Əsas odur ki, o dediyi parlaqlığı bir dəfə istifadədən verir. Videoda özünüz görəcəksiniz onsuz da. Bunu da bura yerləşdirirəm. Bu 50 manat civarında olan bir kremdir. Amma desəniz mən bunu çox bəyənməmişəm. Mənə görə çox da belə wow bir krem deyil. Yəni 50 manat gedib bunu verməyə dəyməz deyə düşünürəm. Amma açmışam. Görürsünüz, azca da istifadə edirəm. Bu arada mən yox, bunu Səbuy da istifadə elədi hətta. O da bəyənmədi. Amma açmışam da istifadə edib bitirəcəm. Amma gedib bir də almaram. Bunu da bura qoyuram. Bu videolarda göstərirəm, amma qızlar, siz məndən yenə də soruşursunuz. Mən bunu bəyənmişəm. Nəyini bəyəndim? İçərisində qaş və kiprik serumu var, 2 dənə gördüyünüz kimi. Kiprik çox gözəldir, kiprik üçün olanı. Qəşəng kipriklərinizi artırır, fərqi bir həftə, 3-4 günə hətta görürsünüz.
Amma qaş üçün olanı bilirsiniz necədir? Məsələn, sizin qaşınız bu formadadırsa, həmin yerlərdə tükləri çıxardır. Amma bu hissədə məsələn, ta ki indi bura göstərirəm də, normalda yuxarıdan çıxmalıdır qaş. Mən məsələn qaşımı istəyirəm ki, yuxarı hissələrində boşluq var, oradan çıxsın. Olmayan yerlərdən tük çıxartmır. Yəni öz işini görür, tük olan hissədən çıxardır, amma tük olmayan yerdən çıxartmır. Ona görə də kipriyi daha çox bəyəndim. Yəni kipriyi bayağı artırır. Bunu da bəyənirəm deyə elə qutusunda saxlayıram. Bura belə qoyuram. Çünki axır. Bir dənə pis tərəfi də odur. 2 həftədə istifadə edirəm, amma məncə çox da belə xeyri yoxdur. Bilmirəm, mənim yuxu rejimimdən də ola bilər hər şey. Amma o qədər də bəyənmirəm. Sonra bunu məsələn çox bəyənirəm. Mən Zepres'in məhsullarını ümumiyyətlə çox bəyənirəm. Zepres'in göstərdiyim məhsullarını, hansı ki göstərirəm, onları məsləhət bilirəm sizə. Bunu axşam üzümə vuranda səhər tezən üzüm ağappaq olur. Qəşəngdir, yəni ləkələri falan açır. Arbutin əslində həftədə bir istifadə olunmalıdır. Mən həftədə 2 dəfə istifadə edirəm bunu. Bu da bəyəndiyim bir serumdur. Sonra mən Türkiyədə olanda özümə Eda Taşpınarın Watsons'dan belə bir at kılı fırçasını almışdım. Bu bilirsiniz nə üçündür? Məsələn, hamilə qadınlar falan belə kökəli baraqlarında, ətlərində belə parçalanma olur, selülitlər olur. Bunu dərinizə əvvəlcə quru halda belə fırçalayırsınız ki, bu birinci sizə sərt gələcək, yəni bərk gələcək, cızırmış kimi hissi verəcək. Amma bunun əsas məqsədi odur. Bu fırçanı belə tətbiq etdikdə siz bədəninizə, bu sizin qan dövranınızı hızlandırır. Yəni görəcəksiniz ki, buralar qızarır. Eyni şəkildə qarın ətrafı, əyaq, bel, qarın. Belə eləyirsiniz. Qarını sadə istiqamətlə eləmək lazımdır. Neysə, bunun qaydalarını onsuz TikTokda hər yerdə var. Bu qan dövranını artırır. Məsələn, mən belə istifadə edirəm. Görürsünüz, burada görünür. Bu hissə qızardı. Qan dövranını artırdığı üçün, məsələn, ayaqda olan çiyələk görüntüsünü azaldır. Sonra, məsələn, batıqlar varsa, tüklər içəri batırsa, onların çölə çıxardır. Yəni, çox gözəldir. Uzun bir müddət istifadə etmirdim, amma artıq istifadə eləyəcəm. Amma baxın ki, doğrudan da həqiqətən at kılı fırçası olsun. Yəni, adi fırça olmasın ki, at kılı nəyə görə olmalıdır, onu da deyim sizə. At kılının fırçası belə nə sərt olur, nə yumuşaq olur. Elə orta bir hissiyatı var ki, bu sizin dərinizi incitmir, əksinə masaj edir. Buna görə at kılı fırçası olmalıdır. Bunu da səbətimə əlavə edirəm. Sonra bu aparatları da mən bunu Olivia'dan almışdım. Bunu amma Türkiyədə almışdım. Bunun içində daş qutarıb. Hətta gəlin bunun daşını yeniləyək. Bu bilirsiniz necədir? Belə açılır. Belə açılmır. Adil bunu o qədər şey edib ki, oynadım. Allah. Baxın, böyük daş gedir bunun içinə. Belə. Mənim də keçən dəfə yadınızdadsa daş aldım ki, evdə lazım olar. İndi sizə göstərəcəm ki, bu necə işləyir. Məsələn, mən bunu yaxşı ki almışam. Görürsünüz, belə hallarda lazım olur. Bu baterkanı mən qoyacağım bunun içinə. Ümid edirəm ki, belə qoyulur. Sonra bunu belə bağlamaq lazımdır. Niyə bağlanmadı? Bəlkə tez qoymuşam. Tez qoymuşam. Biraz Adel bunu dişləyib. Niyə işləmədi? Normalda bu hissəsində baxın on, off və open var. Belə eləyəndə dırıldamalıydı. Bəlkə də Adel bunu artıq xarab eləyir. Bunu Səbuya verərəm, baxar və düzəldər. Vibrasiya verir bura və üzümə bunu mən belə vibrasiya hərəkətləri ilə masaj edərək kremlərimi, serumlarımı tətbiq edirəm. Bunu görüm düzəlməsə atacağım, amma inşallah ki Səbuya düzəldə bilər. Bir ara çox viral olmuşdu, yadınızdadır. Əsas da korona vaxtında insanlar baxımlara daha üstünlük verirdilər deyə istifadə edirdi. Baxın, bu əgər yaxşı bir daşdırsa, otaq temperaturunda belə bunun daş bu hissələri, yəni soyuq olur, sərin olur ki, üzə sərinlik versin, şikini yaradan qaldırsın. Bu da eyni şəkildə çox gözəldir. Sərindi daşları və üzünüzü çox gözəl bir şəkildə masaj edə bilirsiniz bununla. Kremlərinizi yedirmək olur. Və sizə soyucuya da qoya bilərsiniz bunu. Bu da belə. Olivia'dan yadınızdadsa Claire'in bu enzim pudrasını aldım. Bəlkə bu videoda istifadə edərək baxarıq görək necədir. Bu bilirsiniz nə üçün istifadə olunur? Bunu açırsınız, toz halındadır. Gözüm belə için göstərim. Belə toz halındadır. Claire'in və nəmləndiricisin, tonikin və üzümə yeni istifadə edib çox bəyəndiyim üçün enzim pudrasını da yoxlamaq üçün aldım. Bu da səbətimə gedir. Yəni mən bunu yoxlayacağım, sonra fikirlərimi bildirəcəm. Nəmləndirici olaraq bu aralar kremko istifadə edirəm və içində çox az qalıb. Bunu bitirəcəm. Sonra 3-4-5 kremini bitirəcəm. Göz kremim New Lab'dır və Frudianın da belə minnoş dodaq balmını istifadə edirəm.
Bunları da səbətimə qoyuram. Səbətim əslində yaxşı oldu indi. Məncə. Baxın. Belə oldu. Dolu. Qəşəng də. Bunlar mənim gündəlik hər axşam istifadə elədiyimdir. Ona görə də bunu indi qəşəng bir yerə qoyacağım. Burada nə qaldı? Bu qabı da mən Temudan almışdım. Bu qablar indi bizdə də var və uyguna satılır. Bu qaba başqa şeyləri yığmağı düşünürəm. Burada da yenə belə tək istifadəli enzim pudralar var. Mardermindir bu. 3 dənə belə enzim pudrası. Bir də Sinozun bu nəmləndiricisi. Belə. Bunlar da tək istifadəlik ki, bunu bura əlavə edirəm ki, görüm və istifadə edeyim. Bu digər səbətlərin içinə isə hələ ki, heç nə yığmayacağım. Modadır gələndən sonra fikirləşərəm ki, bunun içinə nə yığmaq olar. Bunu qızlar, mənim bir izləyicim mənə hədiyyə eləmişdi 8 martda. Belə içinə kartda yazıb qoymuşdu. Yəqin ki, xatırlayırsınız. Çox bəyənmişdim, istifadə eləmişəm. Hətta 8 martda anama da verdim. Belə içərisində 3 dənə ətrim qalıb. Bunun iyisini çox bəyənmişdim. Bunları indi açacağım. O fırlanan orqanayzer var idi. Temuda dedimə daha uyğundur. Məsələn, onu alıb, sırf bütün parfümlərimi ona qoyub belə fırlanan orqanayzerə düzmək istəyirəm. Amma hələ ki olmadığı üçün istəyirəm ki, belə baxın, gör necə şık görünür. Çox da gözəl iyisi var. Of, çox qəşəngdir. Bunları indi çıxardacağım. Qablarını atacağım. Orqanayzerdə sifariş edəcəm ki, gəlsin. Bu da çox maraqlı bir qablaşdırılmadır. Bunun da iyisinə baxın. Ay, çox qəşəngdir. Bu da şirin bir iyisi var bunun. Bir də belə, bunda görünüşünü çox bəyənmişəm. İyisi də həmçinin. Baxın. Bir dənə də belə ətrim var. Bunlar və burada da bir-iki dənə ətrim var. Onlar da bitir artıq. Bunu da atmağa əlim gəlmir. Düşünürəm ki, kiməsə hədiyyə eləyəndə bəlkə istifadə eləyərəm. Ona görə də saxlayacağım bunu. Burada işim bitdikdən sonra isə saçlarımı fenləməliyəm. Sonra isə yəqin ki, Adel durmuş olacaq artıq. Bu qabı da boşaldıram, çünki bunun tozunu almaq lazımdır. Orqanayzerin bu hissəsini bir dənə silək. Görək gedir. Spirt də aparmır. Asetonla mı yoxlasam? Neylə gedir ki bu? Ayrılarda mütləq yazarsınız. Görürsünüz buradakı ləkəni, izi. Clay izi kimi. Neylə gedər bu? Chat GBT-dən soruşum. Burada istəyirəm ki, fırçalarımı ayırım. Bilmirəm, bu fırça qabına yığım, yoxsa bu birisinə yığım təmiz fırçaları. İndi qərar verəcəm. Görüm hansı daha çoxdursa ayıracam. Mənim gündəlik istifadə elədiklərimi bu birisi qaba yığıram. Hansı ki, mən reelslər çəkirəm, makyaj eləyirəm və o zaman istifadə etdiyim fırçalar hardasa 5-6 ədəddir. Ona görə də onları ayırıram. Qalanları isə demək olar ki, təmizdir. Amma digər çirklərlə eyni yerdə qalanda onları da batırır. Həm də ki, hamısı bir yerdə olanda içindən bir şey tapmaq çox çətin olur. Ona görə istəyirəm ki, bu fırça qabında sadəcə təmizləri yığım, digərinə isə istifadə elədiyim qədər fırça götürmüş olum. Bu arada mənim fırçalarımın markası Nascitadır və Real Techniques-dir. Baxın, belə oldu. İstifadə eləmədiklərimdir. Yəni bunlar təmiz olanlardır. Düşündüm ki, bu təmiz olanlar qalsın belə. Amma makyaj edərkən mənə belə, yəni videolar çəkərkən belə açıb, istifadə etdiyim fırçaları isə bunun içinə qoydum. Məncə belə daha məntiqli oldu. Çünki bunu istər-istəməz əlim tanalinə falan çox batır və bu çox kirlənir, tez kirlənir. Ona görə də bunu yumaqdan daha asandır. Bu belə də qala bilər içində, yəni təmiz olan fırçalarımla birlikdə. Fırçamı bura qoydum. Bunu çox da qabağını bağlamaq istəmirəm. Bu arada bu mənim xəyal panomdur və bunun çox qabağını bağlamaq istəmirəm. Mən gündəlik gəlib bu güzgüyə baxanda buna baxıram hər gün. Ona görə də bunun önünü çox da bağlamaq istəmirəm. Və nə düşündüm qızlar? Hələlik orqanayzerim gələnə qədər bunlar belə çox qarışıq görünürlər. Bura qoyacağım. Amma üstü kirlənib, oraya üzərini yaxşıca siləcəm. Əslində mən bazar günlərini heç sevmirəm. Desəniz niyə? Çünki bu günlərdə Səbuy səhər 7-dən axşam 12-yə kimi, yəni 16 saat işləyir və biz Adellə tək oluruq, ürəyimiz sıxılır. Həm də mən düşünürəm ki, bazar günü bir ailəvi gündür və inşallah ki, ümid edirəm ki, Səbuyun işi düzələr, başqa bir işə keçər və 6 bazar evdə olar və birlikdə daha çox vaxt keçirərik. Çünki bazar günləri çox tək qalıram, Adel də həmçinin və evdə oluruq. Mən də ürəyim sıxılırdı, dedim ki, heç olmasa bu hissəni təmizləyim, sizin üçün də videoya çəkim.
Mebel alanda bilmirəm nəyə görə bu mebelləri seçmişdim. Çünki qara çox dəhşət dərəcədə toz bildirir. Burada pəncərənin qarşısı olduğu üçün dəhşət tozlanır. Və bitirdim qızlar. Buranı təmizləmək hardasa təxmini yarım saatımı aldı. Mən isə indi gedəcəm özüm bir çay süzüm içim. Adel hələ durmayıb çünki. Belə görünür. Məncə daha səliqəli görünür indi. Qoğalı tək başına yeyə bilmirəm. Mütləq yanında şirin çay olmalıdır. Bilmirəm siz də eləsiz yoxsa yox. Çayı qoymuşdum qaynamağa. Qəşəng bir çay içəcəm indi. Maşallah dediyim 3 gün yaşamadığı üçün Adel də artıq yuxusundan oyandı. Təbii ki də bu çayı mən soyuq içəcəm. Bunu sadəcə analar bilər. Mənim yeməyimə də qondu mənim yavrum. Aferin sənə. Adeldən sonra da indi də mən özüm biraz pis hiss edirəm. Nəsə öskürürəm. İnşallah ki ağırlaşmadan qarşısını ala bilərəm. Ona görə də dərman atacağam. İndi istəyirəm ki saçlarımı fenləyim. Dünəndən bəri fenləməmişəm. Saçı çimən kimi fenləmək lazımdır. Adel imkan vermir deyə ən tez formada bu fenlə saçlarımı düzləşdirəcəm. Bugün də hava çox gözəldir. Belə qəşəng. Hava var, güneş var. Əgər vaxtım yoxdursa, mənim məktəb illərindən bəri alışdığım bir yöntəm var saçlarımı düzləşdirməyə. Hava feni ilə düzləşdirirəm. Digər düzləşdirici fenlər düşünürəm ki, saçı yandırır. Ona görə də tez bir zamanda hava feni ilə saçlarımı düzləşdirirəm. Bu fen məndə bilirsiniz nə vaxtdan var. Hardasa mən 1-ci sinifdə oxuyandan var. Bu fen mənim xalamın idi. İndi mənim xalam Türkiyədə yaşayır və o vaxtı mən saçımı dəhşət fenləyən bir insan idim. Ümumiyyətlə həmişə özümə fikir verən olmuşam. Həmişə saçımı düzləşdirmişəm. Məktəbə gedəndə də, məktəbdən sonra da və xalam evləndi, sonra uşaqları oldu. Ondan sonra bu fen məndə qalmışdı və xala da dedi ki, elə səndə də qoy qalsın. Mən də o vaxtdan bəri bu feni istifadə edirəm. Bir dəfə də olsun başına bir iş gəlməyib, heç ustada olmayıb. 1-ci sinifdə oxuyanda, yəni 2006-cı ildən bəri 20 ildir. Oyda nə qədər olub, gerçəkdən də dilə kolay, türklər demişkən 20 ildir ki bu fen mənləndir və heç xarab olmadan işləyir. Maşallah, maşallah deyim. Maşallah deməsəm də başıma hər iş gəlir, fenim xarab olacaq, Allah uzaq eləsin. Çünki çox sevirəm, çox gözəl xatirələrim var bunlarla mənim. Həm balacalığımdan tutun, indi evli və uşaqlı halıma qədər mənim saçlarımı bu fen düzləşdirib. Arxadan bu filmin səsindən eşidə bilirsinizsə, göstərmək istəyirəm ki, saçımı bitirdim. Gündəlik, yəni evdə olacağım deyə adətən başqa bir şey eləmirəm. Sadəcə belə düzləşdirirəm. Mənim üçün bu kifayətdir. Bitdi. Günümüzə davam edə bilərik. Və istəyirəm ki, bu Claire-i gedib yoxlayaq. Paltar atmışam yumağa. Onun da qutarmağına hardasa 12 dəqiqə var. O 12 dəqiqədə bunu test eləyək və baxaq görək necədir. Fırtımacıq tapmışam. Saçım belə tuturam. Üz yumu üçün enzim pudra tozu dərindən təmizləyir, yumuşaq bir şəkildə aşındırır, ölü dəri hüceyrələrini təmizləyir, dəri tonunu və teksturasını bərabərləşdirir. Mənə ən lazım olan dəri tonunun bərabərləşməyidir. Üzüm bu dəqiqə, yəni olabildiyincə ən yaxşı vəziyyətindədir, amma yenə də təravətli və parlaq göstərir, dərini nəmləyir. Aha, necə istifadə edəcəm mən bunu? O qeyd olunmayıb. Yaxşı. Allahım, nə olar xəstələnməyim, xəstələnmək istəmirəm. Bunu tozdan əlimə alıram. Belə görünür. Bu qədər bəs deyəqin. Sudan 1-2 damla. Biraz daha. Aynı qəşəngisi var bunun. Və üzüm belə təmizləyirəm. Baxın. Belə köpürürdü özü üzümə geli kimi. Belə üzümü də yuyuram. Ürəyim getdi. Olivia'dan ala bilərsiniz. Mən Olivia'dan almışam. Endirimdən 8 manata düşmüşdü. Demək olar ki, məhrəbanı hər gün götürürəm. Yəni burada dəyişirəm. Çünki mənə görə məhrəbada çox bakteriya olur. Üzümü indi sizə günəşdə daha yaxşı göstərdim. Çünki burada görünmür, işıq qaranlıqda. Amma hissiyatı çox gözəldiyini göstərəcəm. Həm özümü, həm də evi təmizlədim. O qədər rahatam ki. Bu arada baxın. Enzim pudranı istifadə eləmişəm. Üzümü belə qurutmadı, aşındırmadı. Türklər demişkən, yəni belə
narahat eləmədi. Üzüm bu dəqiqə nəmli-nəmlidir. Sanki nəmləndirici vurmuşam kimi hiss elətdirir. Məsələn, mən bu Zesilin peelingini çox bəyənirəm. Üzü ölü dərini atır. Bu da ölü dərini atmaq üçündür, bu da ölü dərini atmaq üçündür. Bu düşünürəm ki, üzü bir tık qurudur. Bundan sonra mütləq nəmləndirici istifadə etmək lazımdır. Çox gözəldir. Bu ayrı, buna söz yox. Bu isə bunu istifadə etsəz məncə quru dərilər də ekstra sevəcək. Üzü qurutmur, nəmli bir bitişi var. Çox gözəl elədi. Mən bunun qablaşdırılmasına aşiq olub almışdım. Mənim bir dənə xasiyyətim var. Əgər mən bir məhsulu çox belə gözəl olsun, wow olsun deyə yox. Məsələn, viral olsa da belə yox. Amma mənim ondan ötürü əgər mən onun qablaşdırmasını bəyənirəmsə, o mənim xoşuma gəldisə, mən onu alacağam. Məsələn, mən bunu bilmirdim. Necədir? Nə? Amma qablaşdırması o qədər xoşuma gəldi ki, dedim ki, sən məndən evə gəlirsən. Yəni ki, çox gözəldir, çox bəyəndim. Mən bu bitdikcə də gedib alaram. İndirim var Olivia'da. İstəsəz gedib siz də ala bilərsiniz. Üzümü nəmləndirdi. Yəni bu bayaqlar sizə arxasında yazılanı oxudum. Həqiqətən də üzü nəmləndirdi, dərindən təmizlədi, ölü hücrəni atdı. Mənim üzüm bayaqları daha yağlı kimi idi, amma indi ay, dırnaqlarımın gözəlliyi də şaka mı? Dırnaqlarım da çox gözəl olub, bax doymuram. Yəni ev təmiz, özüm təmiz, bura təmiz. Çox xoşuma gəldi bu vlog. Ümid edirəm ki, siz də bəyəndiniz. Mən istəyirəm ki, evdə hər gün bir köşəni ayırım və oranı təmizlik edeyim. Əgər sizə də maraqlıdırsa, sizin üçün də çəkərəm. Bugünkü təmizliyimizə mənim masamın üstü daxil idi. Hələ bunun için çəksəm çox uzun video olacaq deyə onu ayırmışam. Şkaf içləri təmizlənməlidir, mətbəxdəki şkaf içləri təmizlənməlidir. Əgər sizə də maraqlıdırsa, mütləq rəylərdə yazarsınız. Mən də sizin üçün çəkərəm. Kanala abunə olmağı, mümkündürsə rəfiqələrinizlə paylaşmanızı çox istəyərəm ki, daha çox insan görsün və tanısın. İnşallah ki, burada da 100.000 olaraq və mənim burada plakatım olar qızlar. Başqa videolarda görüşənədək hələlik.